Makyajım hazırdır. Işıl-ışıl bir makyaj eləmişəm. İndi isə dodaqlarıma şişirdici vuracağım. Bilirəm dodağımda dolğu var. İndi qayıdıb deyəcəksiniz ki, onsuz da dodağın dolğudur. Dodağın nə boy eləyəsən. Amma bu plumper çox xoşuma gəlir mənim və dodaqda yaratdığı təkcə şişkinlik yox, o qızartı və qalıcılıq xoşuma gəlir. Yəni bir neçə saat mənim dodağım, bir neçə saat deyim, mən evə qayıdana qədər məsələn o dodağımdakı o çəhrayımtıl rəng mənə ləzzət eləyir. Çox qəşəng həm şişirdir, həm də acışdırır dodağı. Yəni yandırma hissi var. Çox acıya dözə bilən biri deyilsinizsə, almaya da bilərsiniz. Amma mən deyərdim ki, alın. Yəni zaten saniyəlik bir ağrıdır. Sonrasında sizə kifayət dərəcədə şişkinlik yaratdığında artıq salfetka ilə silə bilərsiniz. Sonrasında onsuz da o qalacaq. 54 saniyədə artıq video. Bir dəqiqə gözləyirəm, 13:21-də. 13:22-də indi mən